Salam değerli dostlar, hər vaxtınız xeyir olsun. Mən bu məsələni istəmirdim, yəni ictimailəşdirəm, amma yəni məcbur qaldım, yəni ictimailəşdirdim. Arzu xanım. Mən sənə xanım deməzdiyim. Və bunun ən əsası, sən efirə deyirsən, mənim sevgilim var, mənim nəyim var. Mənim sevgilin 300 manat pul nədən onu verəmir? Hani Arzu? Borcu ver, değil mi? Niye borcu vermişsin ki mənə? Anlamadım mən. Səni yığıram. Atasan bloka ki sen şeyin cevap verirsin de o prodüser kız kimi oğlan var ya yanında. Ay ne Arzu Hanım'ın başıma belası mahaması zaten meşhur idi. Ha TikTok'ta onu ben meşhurum, ben Zahmet Kuliyev. And olsun Allah'a, kanunla, kaydayla. Gel koyak ortaya göre Arzu Hanım. Senin TikTok'ta başıma bela mahaması meşhur idi. Yanansın Allah belasını versin. Burnundan gelsin ay Arzu. O pulla. Elə hamısı burnundan gel. Haramın olsun Arzu. Sen şerefsizsin Arzu. Sen çok nankör kadınsan. Senin o saklayan kişi var ha. Sevgilin mevgilin var. 300 manat pullar da verim. Biraz 200 manat pul ödemişsen biraz 300 manat ödedin ha. Dedim Arzu. Milyon yana bakışı var videonun. Pulu ödedin ha. Gayet abi pulum yoktu Ayzamik. Bu toylarım. Sen neye toyun var Arzu? Her gün sen toydun Allah hakkı. 300 manat ne pul da az. Ha? Ömür boyu ağlamışsınız Allah, siz müğənniler Allah. Ona göre mən müğənni taybatına etibarım yoktu. Yoktu Allah hakkı. Yoktu. Seninki azı boş olsun, ləman olsun, yığ başıva, öz taylarında yığsan başı klip çəkəcəksən. Ya tuttu klip, alabli. Çünkü halalıq, sen halal pul kazanmırsın Arzu. Haram kazanırsan, səsin var, bəli, razıyam. Ama haram olsun sən, mənim yaşlılığım. Milyon yarım var, 6-7 ay bundan milyon yarım var senin başıma belə mahsul TikTok'ta. Ama sen onun hakkını vermedin. Püt senin Arzu, senin sütüve. Allah sen bela versin. Sen o sevgilin var, nefsine koyan kimi bilemem bir kişi. Onu da Allah belası versin kişi. O da kişiler o he. 300 manat pul ha. Utan ölün yine gir Allah'a kaz. Ölün ne ölün. Ayıp olsun sen. Benim hakkımı sen benim hakkımı verip sen o hakkı senden alacaksın o hakkı. Sebebi ol. Vaslı var. Elə toyaq düz yerdə elə Sinzat Salın evində yıxdır. Hələ mənə mesaj gəlmişdi ki, bu adam həbs olunmalı Allah haqqı. Buna yazdım gecəni ay dostlar. Dedim Arzu sen həbs olunmuşsan. O yox o zaman nə həbs olmalı deyil. Ne oldu az onda mənə WhatsApp'da cavab yazdığını səs göndərdin. İndi verirsən yanında gəlsən o nə qız kimi oğlan var. Arzu xanımın məşğuldur nənə. Arzu xanım qələt edir hə. Sən də onun ağlı ilə məşğuldur ya hə. Məşğuldur kişinin oğlu.